Əslində zamanlarda feilə aiddir, bir ilk 2 dənəyə aiddir. Amma ayrı bir mövzu kimi araşdırıram və öyrənirəm. Bir də dediyim o əlavələr nədir? Dilin bütün ziri, zibili nə var, hamısını doldurmuşam onun içine. O şey ki, dilin ana sütununu təşkil eləmir. Dilin ana sütununu təşkil edən əsas feildir. Əlavələr bölməsində 11 dənə mövzu var. İsim, sifət, zərf, nə bilim nə. Sonra ifadələr var. Zəri zərar işitmişsən. Nədir ki? Vardır deməkdir. Məsələn, tamam, bizim dildən fərqli olaraq onların dilində vardır 2 dənədir. Bir var mülkiyyət olaraq, mən var, I have. Bir də var, stolun üstündə, nə bilim, qələm var. Demirəm ki, kimindir. Deyirəm, stolun üstündə qələm var. Məkanda əşyanın mövcudluğundan danışan ifadədir. O da orada daxildir. O olmasa da ingilisini danışmaq olar. Amma dilin gözəlliyidir. Amma feil olmasa danışmaq olmaz. Zaman olmasa danışmaq olmaz. Tamam mı? Ona görə neçə yerə böldüm dilin qrammatikasını? Feillər, modal feillər, zirzibil və zamanlar. Tamam. Bunu bütün dillər aid eləmişdir. Bütün dil. Alman dilindən tutmuş da. Verim bunu. Yazdım, hamısını yazdım. Bakayım. Çox belə şey... Süper yazmamışım. Çok süper yazmamışım. Dərin elm və savad artıq özünü bürüzə verir. Evet. İndi gələ, sən WhatsApp-a səs bazası atmışam. Zəhmət bana evdə yazarsın. Evdə dinləyib, qırmızı uçuşla ilə zəhmət olması düz yazarsın hamısını. Hətta, var o getdim, indi modal feyirlər. Bunlardan. Modal feyirlər. Neçə dənə ayrı? Səbir mükana. Sağ ol. Demək, neçə dənə ayrı modal feyir? Tural. Hansıdır görə? Kəlmə-i məşhur. Kəlmə-i məşhur. Okay. Kəlmə-i məşhur. Sonra ikisində əvəzləyicisi var. Çox bəsit danışacaqsan. 4 dənə sözdür. Qrammatika deyil.